Polad Həşimov, xalqın generalı, səngərin qəhrəmanı. Polad İsrail oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəldi. Sonralar ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçdü. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli tam orta məktəb bitirdi. Həmin il Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil oldu. 1995-ci ildə moto atıcı ixtisası üzrə təhsilini başa vurdu. Onun məktəb illəri Qarabağda ağır döyüşlərin getdiyi dövrə təsadüf edirdi. O, vətənin bu çətin çağında ona xidmət etməyi özünə borc bilirdi. Vətən üçün yaşamaq, vətən üçün mübarizə aparmaq onun yolu belə idi. Gənc zabit kimi ilk gündən ön xəttdə oldu. Əskərləri ilə çiyin-çiyinə döyüşdü. Onlara güc verdi, ümid verdi. 2016-cı ilin aprel döyüşlərində Talış istiqamətində əldə olunan uğurlarda onun böyük xidməti oldu. Bu gün orada Polad postu var. 2019-cu ildə ona general-mayor hərbi rütbəsi verildi. Xidmətinə görə müxtəlif orden və medallarla təltif olundu. 2020-ci il Tovuz istiqaməti düşmən hücumunun qarşısını qəhrəmanlıqla alarkən Polad Həşimov şəhid oldu. O general idi, amma səngərdə əskərinin yanında. Onun şəhadəti bütün Azərbaycanı ayağa qaldırdı. Ölümündən sonra ona Azərbaycanın milli qəhrəmanı adı verildi. Polad Həşimov, bu ad xalqın qəlbindədir, ruhu şad olsun, şəhidlər ölməz, vətən bölünməz.